Dostlar, salam. İnsanların sigaret haqqında düşündüyü ilk şey adətən ağciyər olur. Və bəli, sigaret ağciyərə ciddi zərər verir. Amma problem ondadır ki, sigaretin ən təhlükəli təsirlərindən bəziləri ümumiyyətlə ağciyərdə başlamır. Çünki sigaret sadəcə nəfəs yollarına təsir edən bir tüstü deyil. O damarları dəyişir, qanı dəyişir, ürəyi yükləyir, beyni təsirləndirir. Hətta hüceyrələrin davranışını belə dəyişə bilir. Ən təhlükəlisi isə budur. Bu dəyişikliklər çox vaxt illərlə səssiz gedir. İnsan nəfəs ala bilir, işləyir, yeriyir, özünü normal hesab edir. Halbuki daxildə damarlar yavaş-yavaş zədələnməyə başlayır. Və bir gün bədən artıq bunu gizlədə bilmir. Bugün çox vacib bir mövzudan danışacağıq. Sigaretin ən təhlükəli təsiri niyə bəzən ağciyər olmur? Sigaret bədəndə hansı gizli dəyişikliklər yaradır? Və insanların ən çox göz ardı etdiyi siqnallar hansılardır? Bu videodan sonra siz ayıra biləcəksiniz. Sigaret bədənə necə təsir edir? Niyə bəzi problemlər illərlə hiss olunmur? Və hansı əlamətləri sadəcə yorğunluq kimi qəbul etmək düzgün deyil? Mən doktor Azərəm. Gəlin başlayaq. Sigaret bədənə nə edir? Bir çox insan düşünür ki, sigaretin əsas problemi tüstüdür. Halbuki əsas problem damar səviyyəsində başlayır. Sigaret tüstüsündə minlərlə kimyəvi maddə var. Onların bir hissəsi damar divarını zədələyir. Nikotin damarları daraldır. Karbon monoksid isə qanın oksigen daşıma qabiliyyətini azaldır. Yəni bədən eyni anda həm az oksigen alır, həm də damarlar daralır. Bu isə toxumaların qidalanmasını zəiflədir. Ən maraqlı detal budur. Bədən bunu uzun müddət kompensasiya etməyə çalışır. Ona görə insan illərlə ciddi problem hiss etməyə bilər. Amma damar daxilində proses artıq başlayır. Ən təhlükəli təsirlərdən biri damar zədələnməsi. Sigaret çəkən insanlarda damarların daxili qatı zədələnməyə başlayır. Bu qat endotel adlanır. Normalda damar elastik və hamar olur. Amma sigaret iltihabı artırır, damar sərtliyini artırır və damar daxilində lövhə yaranmasını sürətləndirir. Nəticədə nə olur? Qan daha çətin hərəkət edir. Ürək daha çox işləməli olur və zamanla təzyiq, ürək xəstəlikləri, infarkt və insult riski artır. Ən qorxulu hissə isə budur. İnsan bəzən ilk siqnalı birbaşa infarkt kimi alır. Yəni illərlə heç nə hiss etmir, amma damar daxilində proses davam edir. Niyə sigaret çəkənlərin əlləri və ayaqları daha tez soyuyur? Bu çox vacib hissədir. Nikotin damar spazmını artırır. Yəni damarlar daha çox daralır. Əl və ayaqlara gedən qan azalır. Buna görə bir çox sigaret çəkən insan soyuq əl, soyuq ayaq, keymə və ya karıncalanma hiss edir. Bəzi insanlar bunu sadəcə hava ilə əlaqələndirir. Halbuki problem damar reaksiyasında ola bilər. Uzun müddətdə isə bu qan dövranı problemlərini daha da artırır. Sigaret və ürək. Bir çox insan düşünür, ürəyim ağrımırsa problem yoxdur. Amma ürək problemləri çox vaxt sakit başlayır. Sigaret ürək ritmini dəyişə bilər, təzyiqi yüksəldə bilər və damar tıxanmasını sürətləndirə bilər. Ürək hər sigaretdən sonra daha çox işləməyə məcbur olur. Təsəvvür edin, ürək onsuz da bütün bədənə qan çatdırmağa çalışır. Sigaret isə həm oksigeni azaldır, həm də damarları daraldır. Yəni ürək eyni işi daha ağır şəraitdə görür. İllərlə davam edən bu yük isə ürəyi zəiflədə bilər. Sigaret və beyin. Bu hissə çox insanı təəccübləndirir. Çünki insanlar sigareti daha çox ağciyərlə əlaqələndirir. Halbuki beyin damarları da təsirlənir. Sigaret insult riskini ciddi şəkildə artırır. Çünki damar daxilində laxta yaranma ehtimalı yüksəlir. Əgər beyinə gedən damar tutulursa, insult baş verə bilər. Və burada çox vacib detal var. İnsult yalnız yaşlı insan problemi deyil. Sigaret çəkən gənclərdə də risk artır. Xüsusilə təzyiq, stres, artıq çəki və hərəkətsizlik də varsa. Sigaret və cinsi sağlamlıq. Bu hissə çox vacibdir, amma insanlar haqqında az danışır. Normal ereksiya üçün yaxşı qan dövranı lazımdır. Sigaret isə damarları zədələyir. Nəticədə cinsi orqanlara gedən qan axını zəifləyə bilər. Bir çox kişidə ilk damar problemi məhz burada hiss olunur. Və problem ondadır ki, insan bunu yaşla əlaqələndirir. Halbuki səbəb damar zədələnməsi ola bilər. Yəni sigaretin təsiri bəzən illərlə ağciyərdən əvvəl
damar sistemində görünür. Siqaret və dəri. Bəzi insanlar deyir, uzun illər siqaret çəkmişəm, amma özümü normal hiss edirəm. Amma bədən dəyişiklikləri çox vaxt görünməyə başlayır. Dəri daha tez qocalır, çünki oksigen azalır, qan dövranı zəifləyir və kollagen zədələnir. Nəticədə dəri elastikliyini itirir, rəng dəyişir və qırışlar daha tez yaranır. Bu sadəcə kosmetik problem deyil, bu damar və toxuma qidalanmasının zəiflədiyini göstərən siqnallardan biridir. Siqaret və xərçəng. Bəli, ağciyər xərçəngi siqaretlə çox güclü əlaqəlidir. Amma problem təkcə ağciyər deyil. Siqaret, ağız, boğaz, qırtlaq, sidik kisəsi, mədə altı vəzi və bir çox başqa xərçəng növünün riskini də artırır. Çünki tüstüdə olan maddələr təkcə ağciyərdə qalmır, qana keçir və bütün bədənə yayılır. Hüceyrələrin DNT, sinə zərər verə bilər. Ən təhlükəlisi isə budur. Xərçəng çox vaxt illərlə gizli inkişaf edir. Passiv siqaret nə qədər təhlükəlidir? Bu hissə çox vacibdir. Bəzi insanlar düşünür, özüm çəkmirəm, problem yoxdur. Amma passiv siqaret də ciddi risk yaradır. Xüsusilə uşaqlarda. Çünki uşaqların ağciyəri və damar sistemi daha həssasdır. Passiv tüstü asma riskini artırır. Tez-tez infeksiyalara səbəb ola bilər və damar sisteminə təsir edə bilər. Yəni, siqaret təkcə çəkən insana təsir etmir. Elektron siqaretlər təhlükəsizdirmi? Bu mövzu çox qarışdırılır. Bəzi insanlar düşünür, elektron siqaret zərərsizdir. Xeyr, bəlkə bəzi maddələr fərqlidir, amma damar və nikotin təsiri yenə qalır. Elektron siqaretlər də nikotin asılılığı yarada bilər, damar reaksiyalarını dəyişə bilər və ağciyəri qıcıqlandıra bilər. Üstəlik, uzun müddətli təsirləri haqqında hələ tam məlumat yoxdur. Yəni, təhlükəsiz alternativ kimi qəbul etmək düzgün deyil. Siqareti dayandıranda bədənə nə olur? Ən maraqlı hissələrdən biri budur. Bədən bəzən düşündüyümüzdən daha tez bərpa olmağa başlayır. Bir neçə saat sonra karbon monoksid azalır. Bir neçə həftə sonra qan dövranı yaxşılaşmağa başlayır. Bir neçə ay sonra nəfəs alma rahatlaşa bilər. İllər keçdikcə isə ürək və damar riski azalır. Bəli, tam sıfır olmaya bilər. Amma dayandırmaq hər zaman davam etməkdən daha yaxşıdır. Və vacib detal, çox gecdir düşüncəsi səhvdir. Bədən müəyyən qədər özünü bərpa etməyə çalışır. Ən çox yayılmış miflər. Birinci mif, mən az çəkirəm, problem olmaz. Az miqdarda damar və ürək sisteminə təsir edə bilər. İkinci mif, idman edirəm, ona görə qorunuram. İdman faydalıdır, amma siqaretin damar zədəsini tam sıfırlamır. Üçüncü mif, ağciyərim normaldırsa, hər şey yaxşıdır. Xeyr, problem damar, ürək və ya beyin səviyyəsində də ola bilər. Dördüncü mif, filtrli siqaret daha təhlükəsizdir. Bu da doğru deyil. Nikotin və zərərli maddələr yenə bədənə daxil olur. Ən vacib nəticə. Bir şeyi unutmayın. Siqaretin ən təhlükəli tərəfi bəzən ağciyər olmur. Ən təhlükəli tərəf illərlə səssiz şəkildə damarları və hüceyrələri dəyişdirməsidir. İnsan özünü normal hiss edə bilər, amma daxildə qan dövranı zəifliyə, damarlar zədələnə və risklər yavaş-yavaş arta bilər. Ən təhlükəli cümlə isə yenə budur. Mənə heç nə olmaz. Halbuki bədən çox vaxt əvvəlcədən siqnal verir. Sadəcə insanlar o siqnalları gec görür. Mən doktor Azərəm. Növbəti videoda çox vacib və qorxulu bir mövzudan danışacağıq. Xərçəng bədənə necə gizli başlayır? Çünki bəzi ən ciddi xəstəliklər ilk mərhələdə demək olar ki, heç bir ağrı vermədən inkişaf edə bilər. Sağ olun, salamat qalın.